Toplum TV iş üzrə həbsdə olan jurnalist Fərid İsmailov həyatının təhlükədə olduğunu deyir. Sentyabrın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsindəki çıxışı zamanı jurnalist bildirib ki, saxlanıldığı Bakı İstintaq Tədqiqatxanasında hücuma məruz qalıb. Çıxışına davam edən İsmailov deyib ki, sentyabrın 23-ü penitensiar xidmətin işçilərinin gözü önündə məhkumlardan biri ona stəkan atıb. Bir gün sonra isə digər məhkum ona isti su atmağa cəhd edib. Penitensiar xidmətin işçilərinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb. Fərid İsmailovun sözlərinə görə sentyabrın 25-i məhkumlardan biri ona zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub. Bunları edərkən Fəridə zərər verəcəyini deyib və təhqir edib. Jurnalist bildirib ki, təkidlərə baxmayaraq hadisə haqlaşdırılmayıb. Məhkumun otağının dəyişdirilməsi, Fəridlə rastlaşmamasının təmin olunması istənilsə də müraciət həllini tapmayıb. Fərid İsmailov məsələ həll olunmadıqca bunun qəsdən baş verdiyini və təxribat üçün baş verənlərə şərait yaradıldığını düşündüyünü söyləyib. Fərid İsmailov Toplum TV işi üzrə cinayət işi açılan 10 nəfərdən biridir. Onlar qaçalmazlıq daxil bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri həbslərini siyasi sifariş hesab edir və jurnalist fəaliyyətinə görə təqib olunduqlarını bildirirlər.